Kərbəla şəhidləri 8-ci hissə. Züheyr İbn Qeyn Bəcəli. Züheyr İbn Qeyn Bəcəli əslən Yəməndən olsa da Kufə sakini idi. Və rəvayətlərdən belə aydın olur ki, o Həzrət Hüseyn əleyhissalamdan yaşca böyük idi. İmam Hüseyn əleyhissalam Məkkədən Kufəyə gələn zaman Züheyr də öz karvanı ilə eyni yolda hərəkət eləyirdi və hər cəhdlə imamla qarşılaşmamağa çalışırdı. Ancaq yol üstündəki mənzilgahlardan birində şəhidlər sərvəri Züheyrin arxasınca öz adamını göndərir və onu özünə qoşulmağa dəvət eləyir. İlk əvvəldə razılaşmasa da, sonradan xanımı Dəlhəm binti Əmrin təkidi ilə Züheyr imamın görüşünə gedir və onun karvanına qoşulmağa razılıq verir. Züheyr İbn Qeyn idarə etmə qabiliyyəti və xüsusi şücaətinə görə Kərbəlada İmam Hüseyn əleyhissalamın qoşununun sağ cinahına rəhbərlik etmişdi. Meydanda xüsusi rəşadət göstərərək düşmənin çoxlu sayda döyüşçüsünü həlak edən Züheyr, sonda Kəsir və Mühacir adlı iki düşmən tərəfindən şəhadətə çatdırılır. Xanımı Dəlhəm, Züheyrin şəhid edilməsindən sonra qulamını Kərbəla meydanına göndərir ki, onu kəfənləyərək dəfn etsin. Ancaq qulam özü ilə gətirdiyi kəfənli parça ilə öncə imamın müqəddəs nəşini, sonra isə Züheyri kəfənləyir.